Və bir qeyd də vurum, düşmən də bu işlərdən çox fürsətbazdır axı düşmən, heç vaxt yatmır da. Bəzi işlər görürlər. Mənə göstərdilər, bəzi sosial şəbəkələrdə hicablı xanımlardır və böyük ehtimal heç Azərbaycanda da deyirlər, Azərbaycanda da yaşamırlar. Çox biabırçı vəziyyətdə, başlarında da hicab, çox biabırçı vəziyyətdə videoroliklər çəkirlər, yerləşdirirlər və düşmən həssas nöqtələrdə oynayır. O videolarda çəkirlər, məsələn, səs fonu görürsən, ya Mərsiyə qoyurlar, ya məsələn, mərhum Hacı Şahının xütbəsindən, Hacı Rahmanın xütbəsindən qoyurlar. O da orada çox iyrənc bir hərəkətlər edir. Yəni, istəyirlər nisbət versinlər ki, bunlar bax, Əhl-i Beyt mənsubudur, heç mənsubu əminliklə deyirlər ki, heç Azərbaycanlı deyirlər, yox, heç müsəlman deyirlər o videolarda çəkirlər. Mümkün deyil, çox biabır bir şeydir. Neynirlər? Hicabı nüfuzdan salırlar, hicablı xanımların, müminə xanımların nüfuzuna xələl gətirirlər. Başqaları da baxır ki, hicablar bu qədər cürbəcür oyunlar çıxardırlar. Mən demirəm, ola bilər bəziləri də var, amma böyük əksəriyyətində də bunlar planlı şəkildə oyunlar vardır, diqqətli olunmalı.